Mən Məmməd Xəlilov 1965-ci ildə Zərdab rayonunun Şəftəxal kəndində anadan olmuşam. Kənd orta məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. 1985-1987-ci illərdə Sovet ordusunda xidmət etdim. 92-ci ildə torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək üçün Qarabağa yollandım. 123 sayılı hərbi hissənin avtomatçısı kimi Ağdam və Ağdərə rayonlarında düşmənə qarşı döyüşdüm. Zərbə həmlə alayı olan 123 sayılı hərbi hissə 92-ci ildə yaradılmış, daimi müdafiə ərazisi olmayan və yalnız hücum əməliyyatlarında iştirak edən hərbi hissə idi. İlk döyüşümə Ağdam rayonunun Zəngişalı kəndində başladım, daha sonra hissəmizin bir çox hərbi əməliyyatlarında iştirak etdim. 92-ci ildə Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedirdi. Ordumuzun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilmişdir. Ağır keçən döyüşlərdə itkilərimiz də var idi, yoldaşlarım şəhid olur və yaralanırdılar. Döyüşlərin birində 92-ci ilin iyul ayında mən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid oldum.